Değerli izleyiciler, Masterclass servis sizi salamlayır. Qarşınızdakı kombi İmergaz Yeloslardır. Y010 xəta kodu ilə bağlı müştəri müraciət eləmişdi. Təzyiq ilə bağlı problemi var idi. Və ənənəvi olaraq Yeloslar modellərində təzyiq problemi olanda ilk növbədə radiatorlara hər hansısa bir yerdən radiator suyunu axıtmasından fikir verin. Əgər belə bir şey olmasa, o gördüğünüz bu bakı ya hava vurup ve buradaki ştucerla hava vurmaq lazımdır, 1 atmosfer. Eğer hava tutmursa veya içinde su kalırsa yenisi ilə əvəzləmək lazım olur. Sizin de İmergaz veya digər kombidə problem varsa, təzyiqlə bağlı problem varsa, hal-hazırda gördüğünüz nömrələ əlaqə saxlaya bilərsiniz. Videonu bəyəndinizsə like eləyin. Kanala abone olmayı unutmayın.